Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Nikah bağlamaq istəyən şəxslər ərizə verdikdən sonra adətən bir ay gözləməlidirlər. Bu qayda Ailə Məcəlləsində göstərilib, amma bəzi hallarda bu müddət dəyişə bilər. Mətbuat azın məlumatına görə, qanunvericiliyə əsasən əsaslı səbəblər olduqda nikah daha tez bağlana və ya ən çoxu bir ay uzadıla bilər. Xüsusi hallarda, məsələn, hamiləlik və ya uşağın doğulması zamanı nikah ərizə verilən gün də rəsmiləşdirilə bilər. Qeyd edək ki, nikah rəsmi qeydiyyata alındığı gündən etibarən ər-arvadın hüquq və vəzifələri yaranır. Əgər qeydiyyat orqanı nikahı rəsmiləşdirməkdən imtina edərsə, həmin şəxslər şikayət vermək və məhkəməyə müraciət etmək hüququna malikdirlər.